Aile bütçesinde giyinti var. Bu ayın sonunda gelen işıq pulunun həcmi 9 manat. Deməli 4 manat 16 qəpikdən su pulu. Paltar rüya. Bu ay istifade olunubda 67 saat. Bize 67 saat ne yumuşuq? Necə yumuşuq? Harda yumuşuq? Soğuducu işləyibdi bu ay ərzində deməli 240 saat. Demişəm ki, hava sərin oldu, ərzaqları balkona sərində saxlayın. Kondisyoner işləyib 7 saat 37 dəqiqə. Çemişlərdir bunu. Fizikanı boş-boş oxumusunuz, skvazniyak yaratmaq lazımdır. Yeməkdə israf olunan artıq yağ həcmi deməli 2 litrə yaxındır. Mən demişəm axı ki, kartofu qızartdınız, az. O yağı bankaya yığıb saxlayın. Növbəti dəfə yenə ondan kartof qızardırın. Yağ tam qaraldı, qapqara oldu. Ondan sonra onu yenemək lazımdır, boş-boş atmaq lazımdır. Hər şeydən az. Olmadı ki.